həqiqəti qəbul etməyə hazırsınızmı? İmam Əli Küfə məscidində namaz qılarkən İbn Mülcəm tərəfindən qılınc zərbəsi ilə ölümcül yaralanır və şəhid edilir. İmam Həsən dırnaqarası xəlifə Muaviyyənin əmri ilə Mədinə şəhərində zəhərlə şəhid edilir. İmam Hüseyn Muaviyyənin oğlu Yezidin əmri ilə Məhərrəm ayının 10-cu günü, yəni Aşura günü Kərbalada öz ailə üzvləri və səhabələri ilə birlikdə başları kəsilərək şəhid edilir. İmam Hüseynin oğlu İmam Səccad Məhərrəm ayının 25-i Mədinə şəhərində Hişam bin Əbdülməlikin əmri ilə zəhərlə şəhid edilir. İmam Məhəmməd Baqir Zilhiccə ayının 7-si Mədinə şəhərində zəhərlə şəhid edilir. İmam Cəfər Sadiq Şəvval ayının 25-i Mənsurun əmri ilə zəhərlə şəhid edilir. İmam Musa-i Kazım Rəcəb ayının 25-i Bağdad zindanında Harun Ər-Rəşidin əmri ilə zəhərlə şəhid edilir. İmam Rıza Səfər ayının 30-u Tuz şəhərinin yaxınlığında Məmunun əmri ilə zəhərlə şəhid edilir. İmam Məhəmməd Təqi Zilqədə ayının 30-u Bağdadda Mötəsimin əmri ilə zəhərlə şəhid edilir. İmam Əli Ən-Nəqi Rəcəb ayının 3-ü Mütəvəkkilin əmri ilə Samirra şəhərində zəhərlə şəhid edilir. İmam Həsən Əskəri Rəbiül Əvvəl ayının 8-i Mötəmidin əmri ilə zəhərlə şəhid edilir. Təəssüf ki, bəziləri tarixi saxtalaşdıraraq iddia edirlər ki, 12-ci imam hələ dünyaya gəlməyib. Lakin həqiqət budur ki, İmam Həsən Əskərinin oğlu olan İmam Mehdi Hicri qəməri tarixi ilə 255-ci ildə Şaban ayının 15-i dünyaya gəlib. Əgər bəzilərinin iddia etdiyi kimi imamın dünyaya gəlmədiyini desək, o zaman görəsən Allah Rəsulunun buyurduğu məşhur hədis dövrümüzdə kimə şamil edilir? Zamanın imamını tanımadan ölən şəxs cahiliyyət dövrünün insanı kimi dünyadan köçmüşdür. İmam Mehdinin doğulması barədə bəzi əhl-i sünnə rəvayətləri. 12-ci imam olan Həzrət Mehdini Allah qeybə çəkdi. 12-ci imam sağdır və qeybdən zuhur edəcəyi günü gözləməkdədir. Allah Rəsulu İmam Mehdi haqqında buyurub, onun xüsusiyyətləri, danışıq və rəftarı cəmaat arasında mənə ən çox oxşayandır. O, uzun bir qeyb və azdırıcı çaşqınlıqdan sonra zuhur edəcək, Allahın əmrini elan edəcək, haqq dinini ortaya çıxaracaq. O, Allahın yardımı və qələbəsi ilə dəstəklənəcək və Allah mələkləri vasitəsilə ona kömək ediləcək. Beləcə, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq, ədalətlə dolduracaqdır. Həmçinin İmam Cəfər Sadiq İmam Mehdinin qeybi haqqında buyurmuşdur. Bu işin sahibinin 2 qeybə çəkilməsi olacaq. Onlardan biri o qədər uzanacaq ki, bəziləri ölüb, bəziləri öldürülüb, bəziləri də həlak olub deyəcək. Bu zaman əshabı içərisindən yalnız ona etiqad bəsləyən az saylı insan sabit qədəm qalacaq. Nə dostlarından, nə də qeyrilərindən heç kəs onun yerini bilməyəcək. Yalnız işlərindən məsul olan xidmətçidən başqa. Həmçinin Quran-ı Kərimdə imamın dünyaya hakim olacağı ilə bağlı bir sıra ayələr keçir ki, bunlardan biri də Ənbiya 105. Biz zikirdən, Lövh-ü Məhfuzdakı yazıdan sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə mənim əməli salih qullarım varis olacaqlar. Elə isə soruşuruq, onun gəlişinə hazırsınızmı? Peyğəmbərin varisi olan imamları qəbul edənlərdənsiz, yoxsa inkar? Siz Peyğəmbərin ailəsinə laqeyd yanaşırsınız, yoxsa əksinə? Ey iman gətirənlər, Allaha və elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də qəsd etməyin.